Salam əziz abituriyentlər, artıq 7 iyun tariximizə çox az qalıbdır. 2026-cı ildə birinci blok imtahanımız birinci və dördüncü qruplar üzrə olacaqdır. Yəni bu blok imtahanında biz əsasən nələrə diqqət eləməliyik? Əsasən nitrat bölməsinə, amonyak, azot, bu suallar mütləq ki görəcəksiniz. Azot adi şəraitdə nələrlə reaksiya daxil olur? Azot lityumla reaksiya daxil olur adi şəraitdə. Azot yanmır, sadəcə oksidləşir elektrik boşalması zamanı və NO əmələ gəlir. Bu zaman istilik udulur və udulduğuna görə də endotermik reaksiyadır istisna olaraq. Daha sonra azot mürəkkəb maddələrlə reaksiyaya girmir. Bunu da yadda saxlamaq lazımdır. Daha sonra amonyakdan nəyi görə bilərik? Amonyakın yanması və temperatur katalitik oksidləşməsini mütləq əzbər bilmək lazımdır. Dördüncü qruplar xüsusilə əmsalları ilə bir yerdə əzbər bilsin. Əmsalları ilə bir yerdə necə əzbər yadda saxlayırsınız? Hər iki reaksiyada amonyakın əmsalı 4-dür, hər iki reaksiyada suyun əmsalı 6-dır. Yanma reaksiyasında oksigen bir qədər az sərf olunur, 3 moldur. Ancaq katalitik oksidləşəndə isə NO alındığına görə oksigen 5 moldur. Yananda azot alınır, oksidləşəndə isə NO alınmış olur. Bir də ən çox çaşdırıcı məqamlardan hansıdır? Azot üstəgəl oksigen endotermikdir. NO üstəgəl oksigen normal bildiyimiz qaydaya əsasən eksotermik reaksiyalardır. Çünki burada abituriyentlər həmişə çaşqınlıq yaşayırlar. Daha sonra amonyakın katalitik oksidləşməsinin yanmasını dedik. Bir də amonium duzlarından nəyi görə bilərsiniz? Amonium duzlarının parçalanmasına diqqətli olun. Xüsusilə də fərqli parçalanır. Amonium nitrat, amonium nitrit, amonium bixromat. Çünki bunlar öz turşularına daha doğrusu və amonyaka yox, fərqli maddələrə parçalanır. İlk öncə mən başlayayım amonium nitritin parçalanmasından. Amonium nitrit parçalananda oksigen az olanda təbii ki azot oksigensiz çıxacaqdır. Bunu belə yadda saxlayaq. Və sərbəst azot alınır. Burada oksidləşmə dərəcələrini xüsusilə 4-cü qruplar və 1-ci qruplara da açıq sual kimi düşə bilər bu. Bunu əzbər bilin ki, amonium ionunda azot -3 oksidləşmə dərəcəsidir. Nitrit turşusunun qalığında isə azot -3 oksidləşmə dərəcəsi göstərir. Ona görə də burada -3-dən və -3-dən 0-a gedir. Yəni fərqli dərəcələrdən eyniyə gedirsə bu konmutasiya, disproporsiyanın konmutasiyasına aiddir. Daha sonra amonium nitratın parçalanmasını qeyd edeyim ki, burada da yenə amonium ionunda azot -3 oksidləşmə dərəcəsidir, nitrat qalığında isə azot -5 oksidləşmə dərəcəsidir. Burada da isə şənləndirici qaz, yəni N2O alınır. Mütləq bunları əzbər bilin, çünki fərqlidir. Mütləq ki görəcəksiniz bu sualları. Bir də amonium bixromatın parçalanması süni vulkan kimi qeyd edirik biz bunu. Parçalansa da ətrafa istilik ayrılır. Əslində biz parçalanma reaksiyalarını endotermik kimi qeyd edirik. Ancaq süni vulkandır, karbon disulfiddir. Bir də NO-nun parçalanma 3 dənə fərqli reaksiyalarımız var ki, bunlar istisnalar içərisindədir. Amonium bixromat da parçalanır. Demək, azota, xrom 2O3-ə, bir də suya. Bir də bax bu duz deməli amonyaka və turşu qalığına parçalanmır. İnşallah növbəti videolarda nitratlardan nələr gələ bilər, nitratlardan nələrə diqqət eləməliyik, o videoları, həmin izahları